Salam əziz tələbələr, bu gün sizlərlə sosial şəbəkədə videomuza rəy bildirən tələbələrdən birinin sualına cavab verəcəyik. Gördüyünüz kimi sual bu formada səsləndirilir. Zəhra adlı izləyicimiz sual verib ki, bizə müəllim say sistemlərində məsələn 25 vurulsun 8 üstü 7, ikilikdə ikilik say sistemində neçə rəqəmidir, bunu izah edin. Gəlin, vaxt itirmədən keçək sualın izahına. Deməli, bizə verilən sual bundan ibarətdir. 25 vurulsun 8 üstü 7 ədədi bizə onluq say sistemində verilir və onun ikilik say sisteminə keçəndə alınan ədəd neçə rəqəmidir. Bu sualı həll etmək üçün hər iki belə deyək ki, ədəd burada 2 qüvvətli şəklində yazmaq lazımdır. 25-i parçalayıb yazaraq 2 üstü 4, üstə gəl 2-nin kubu, üstə gəl 2 üstü 0. Eynilə 8 üstü 7-ni yazaraq 2-nin kubu üstü 7 və bu mötərizələri vurub atsaq, əmələ gəlir. Deməli, burada 2 üstü 21-dir, 4-ə vuranda 2 üstü 25, 2 üstü 21, bu da olacaq, deməli 2 üstü 24 və nəhayət 2 üstü 21. Alınmış yeni ifadədə ən böyük qüvvət hansıdırsa, həmin qüvvətin bir artığı bizə verir ədəddəki rəqəm sayını. Gördüyünüz kimi çox sadə formada izah olunur. Say sistemində bu tip suallardan abituriyent proqramında çox istifadə olunur. Sizin də əgər suallarınız varsa, rəylərdə yazın, onlara da cavab verin.